Hörmətli izləyicilərimiz, bir daha ekran qarşısına oturan hər kəsin sabahı xeyir, günü uğurlu olsun deyirik və xəbərin olsunun bu saatında artıq qonaqla davam edəcəyik. Düşünürəm ki, bugünkü studiyamızın qonağı əksəriyyətinizin uzun müddəti arzuladığı qonaqlarımızdan biridir. Özünü məşğulluqdan hər zaman deyirdiniz ki, kimsə olsun, suallarımız var. Buyurun, artıq özünü məşğulluqdan qonağımız var. Sizin də nə suallarınız olsa qeyd edin. Bugünkü qonağımız özünü məşğulluq şöbəsinin müdiri Fatimə Vəlizadə bizimlədir. Fatimə xanım, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Davamlı şəkildə bizim izləyicilərimiz hər zaman sizin yolunuzu gözləyir, daim suallar olur. İlk olaraq amma sizin bir layihəniz var. Mən istəyirəm ondan danışaq və düşünürəm bu da əksər insanlar üçün maraqlı olacaqdır. Avtoklaster layihəsi nədir? Nə deməkdir? Kimləri əhatə edəcək? Avtoklaster layihəsi özünün məşğulluq proqramı çərçivəsində cari il ərzində yeni yaranmış proqramlarımızdan, layihələrimizdən biridir və avtoklaster layihəsi hal-hazırda Oğuz rayonu üzrə həyata keçirilməkdədir. Pilot olaraq ilkin Oğuz rayonunda fəaliyyətə başlayıb, növbəti dövrlərdə isə digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur. Avtoklaster layihəsinin mahiyyəti nədir deyə soruşduq. Bu zaman bizim məqsədimiz, layihənin ümumi məqsədi bundan ibarətdir ki, bir neçə avto sahəsi üzrə fəaliyyət göstərən şəxsin bir ünvanda dövlət dəstəyi ilə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Burada məsələn ola bilər ki, avto təmizləmə xidmətlərinə çalışan bir əməkdaş, digər avtorazval, avtobalans, yağlama, bu kimi biznes ideyalarda fəaliyyət göstərən şəxslər eyni ünvanda dövlət dəstəyi ilə fəaliyyət göstərəcəklər. Biz onları əmlakla mərhələli şəkildə, qanuna uyğun şəkildə təmin edəcəyik və növbəti mərhələdə uğurlu şəkildə biznes ideyalarını davam etdirəcəklər. Qeyd etmək istəyirəm ki, hal-hazırda da avtoklaster layihəsi üzrə məhz Oğuz rayonunda müraciətlərimiz aktivdir. Vətəndaşlarımızın müraciətlərini qəbul edirik. Növbəti mərhələdə də şad olaraq ki, vətəndaşlarımız maraq göstərsinlər bu layihəyə və uğurlu olduğu halda da digər rayonlarımızda da eyni layihəni artıq tətbiq edəcəyik biz. Oğuzdan sonraki rayon hansı rayon olması gözlənilir dediniz? Hələ ki, konkretləşdirilmiş bir rayonumuz yoxdur. İnşallah ki, Oğuz üzrə həmin layihə uğurlu nəticələndiyi halda digəri haqqında da artıq kütləvi informasiya vasitələrinə məlumat verəcəyik. Burada biz düşünürük ki, eyni zamanda bax, o kompleks şəkildə, eyni belə deyək də, avtomobila aid xidmətlərin bir yerdə olması, bu eyni zamanda onların biznes fəaliyyətinin daha gəlirli bir sahə olaraq belə deyək, işlərini davam etdirməsinə şərait yaradacaq. Bunda bu proqnozlar sizcə öz, belə deyək, hal-hazırda işə başlanmır, düzdür, daha çox erkəndir, amma özünü nə dərəcədə göstərəcək? Çox gözəl vurğuladınız. Məhz layihənin yaranması bu tələbdən yarandı. Biz belə bir ehtiyacı gördük ki, o rayonlarımızda müxtəlif avtotəmir hissələri, belə deyim, obyektlər fərqli ünvanlarda yerləşirlər və bu vətəndaşlarımız üçün bir o qədər də səmərəli olmur. Məsələn, xidmətdən istifadə edən adamlar çox rahat olmur. Tam doğru vurğulayırsınız. Yəni, vətəndaşımız bir ünvandan digər ünvana başqa bir artıq xidməti görmək üçün getmək məcburiyyətində qalırdı, kifayət qədər məsafə olurdu. Bunu aradan qaldırmaq və əmlakla təmin etdiyimiz vətəndaşların daha yüksək səmərəliliyi ilə fəaliyyət göstərməsini təkan vermək üçün biz artıq belə bir layihəyə başladıq, belə qeyd edim. Bu layihənin məqsədi odur ki, ilk növbədə həmin avtoklasterdə gəlirliliyin yüksək səviyyədə olmasıdır. Yəni, vətəndaşlarımız artıq yüksək gəlir əldə edə biləcəklər. Məsələn, bir vətəndaşımız yaxınlaşıb avtoyağlama xidmətindən yararlandıqdan sonra hər hansı başqa bir, məsələn, avtoyuma xidmətindən də yararlana bilər eyni ünvanda, avtorazval xidmətindən, yəni avtomobilinə daxil olan, avtomobilində yaranan bütün problemləri eyni ünvanda həll edə bilər. Məhz bu səbəbdən də biz çox strateji bir məkanda seçdik ki, məsələn, Oğuz rayonunda elə bir ünvanda yerləşir ki, Şəkidən, Qəbələdən, digər rayonlarımızdan da vətəndaşlarımız yaxınlaşa bilərlər bu avtoklaster layihəsində fəaliyyət göstərən şəxslərə və ustalara, belə qeyd edim. Fatimə xanım, hələ ki bu layihə avtomobillə olan, belə deyək, işlərə əhatə edir. Bəs gələcəkdə bu layihənin biraz daha genişləndirilməsi doğrudur, adın da avtoklasterdir, amma ümumiyyətlə gələcəkdə digər ixtisaslar, peşələrin də bu tip bir layihə ilə birləşdirilməsi planı varmı?
Bizim layihələrimiz daha çox vətəndaşlarımızdan gələn tələb üzərinə formalaşır və əmək bazarının tələbləri üzərinə formalaşır. Şübhəsiz ki, hər hansı bir rayonumuzda böyük bir əmək bazarında tələb görərsək ki, məsələn, dərzi zərfi üzrə bir sex yaradılmasına ehtiyac var. Əmək bazarı da buna uyğun olarsa, bizim təmin etdiyimiz əmlaklar da buna uyğun olarsa, oxşar analoji layihələrin yaradılması planlaşdırılmaqdadır və mərhələli şəkildə də oxşar layihələr həyata keçirilməkdədir. Fatimə xanım, bizi məşğulluqla bağlı izləyicilərimizdən də mesajları var. İcazənizlə onları da səsləndirim. Bir izləyicimiz yazır ki, Məmmədova Surah, belə xanımın adı belədir. Surə Məmmədova daha doğrusu Salyandan yazır. Deyir, məşğulluğa 4 ildir gedirəm. Deyirlər ki, hələ vaxtına var. Yəni 55 yaşım var. Deyir, heç yerdə də məni işə götürmürlər. 4 ildir də məşğulluq agentliyinə müraciət etmişəm, amma hələ ki bir nəticə yoxdur da. Salyandan yazır izləyicimiz. Yəni nə etməliyəm, necə edim? 2 alət qeyd edə bilərəm ki, vətəndaşımız tam dəqiqliyi ilə növbə sırasını öyrənsin. Bunlardan biri 142 çağrı mərkəzimizdir. 142 çağrı mərkəzi vasitəsilə artıq vətəndaşımız məlumatda ola bilər ki, neçənci pillədədir növbəlikdə. Əlavə olaraq vətəndaşımız müraciət etdiyi RMF-dən də məlumat ala bilər. Bir də DMA.gov.az saytını qeyd etmək istəyirəm. Biz öz saytımızda şəffaf formada bütün vətəndaşlarımızın məlumatlarını açıq ictimaiyyətə açıqlayırıq. Yəni bu vasitə ilə hər bir vətəndaşımız hal-hazırda hansı mərhələdə olduğu ilə tanış ola bilər və növbədə neçənci sırada olması ilə tanış ola bilər. Əlavə olaraq qeyd etdim ki, vətəndaşlarımız bir ildən uzun müddətdə əgər gözləmədədirsə, bu zaman biz onlara əlavə üstünlüklər veririk ki, daha yuxarı pillələrdə olsun həmin şəxslər və bunun doğrultusunda da işlər aparılmaqdadır. Maksimal şəkildə çalışırıq ki, vətəndaşlarımız növbədə daha az gözləsinlər. Sadəcə bəzi hallarda ola bilir ki, məsələn, müvafiq rayonda minlərlə müraciət olur. Bir zərfə, maldarlıq təsərrüfatı zərfinə, xüsusilə kənd təsərrüfatına maraq yüksək səviyyədədir özünü məşğulluqda. Bu zaman ola bilər ki, gözləmə müddəti uzansın. Çünki aydın məsələdir ki, bir il ərzində minlərlə şəxsin maldarlıq təsərrüfatı ilə təmin olunması real bir göstərici deyildir. Bu səbəbdən biz mərhələli şəkildə həmin şəxsləri çalışırıq ki, əmlakla təmin edək. Vətəndaşımız da indi əgər şəxsi məlumatlarını qeyd edərsə, biz və əməkdaşlarımız çalışarıq ki, ona geri dönüş edək, ətraflı məlumat verək ki, hal-hazırda hansı mərhələdədir və hansı müddətdə də təmin olunması nəzərdə tutulur. Təşəkkür edirik Fatimə xanım. O zaman mən hazırda bizə müraciət edən izləyicilərimizin də, yəni məşğulluqla bağlı sualı olanların nömrələrini, adlarını sizə qeyd edəcəm. Buyurun. Sizdən də ricamız, yəni bir maraqlanan, ümumiyyətlə proseslər hansı yerdədir? Biz sizə təşəkkür edirik, çünki ötən ildə, ilin sonunda hətta sizdən belə bizə bir jest oldu. Bizim izləyicilərimizdən müraciət edənlərin İntiqam Misirxan müəllimidir, çox sağ olsun. Yəni o müraciətlərə baxıldı, onlara maksimum yardım edildi. Təşəkkür edirik. O zaman mən bu siyahını sizə verəcəm izləyicilərimizdən də. Kimin, yəni özünü məşğulluqla bağlı artıq düşünürsünüz ki, illərdə müraciət etmişsiniz, suallarınız varsa qeyd edin. Fatimə xanım hər birini təqdim edəcəm Fatimə xanımı. Bir izləyicimiz də bax qeyd edir ki, yenə də deyir 2013-cü ildən qeydiyyatdayam, 55 yaşım var, heç yerdə deyir təəssüf ki də yaşıma görə iş yoxdur, başqa bir məşğuliyyətim də yoxdur. Yəni bəzən vətəndaşlarım bu cür görürsünüz illərdir, belə deyək, o qeydiyyat prosesi növbədə dura bilirlər. Bəs bu halda vətəndaş yaxınlaşıb deyək ki, başqa bir sahəni seçə bilərmi? Alternativ. Şübhəsiz vətəndaşımız yenidən başqa bir sahəyə müraciət edə bilər. Xüsusilə mənim marağımı, diqqətimi çəkdi ki, vətəndaşımız qeyd edir ki, 2013-cü ildən qeydiyyatdadır. Bu qeydiyyat kifayət qədər köhnə bir qeydiyyatdır. Bu səbəbdən mən tövsiyə edirəm ki, yaxın müddət ərzində regional məşğulluq filialına yaxınlaşsın. Əgər Bakı şəhərində yaşayırsa vətəndaşımız dost mərkəzlərinə yaxınlaşsın və qeydiyyatını yeniləsin. Çünki hər hansı bir məlumat itkisi yaşanmaması prizmasından bu tövsiyəni edə bilərəm vətəndaşa. Əlavə olaraq qeyd edim ki, məsələn, məhz özünü məşğulluq üzrə də bu keçərlidir, digər məşğulluq tədbirləri üzrə də keçərlidir. Abşeron dost mərkəzinə yaxınlaşa bilər həmin vətəndaşımız. Vətəndaşlarımız hər hansı bir məşğulluq tədbirinə ola bilər ki, növbədə olsun. Zaten prosesdə isə ola bilər ki, fikrini dəyişsin, başqa bir məşğulluq tədbirinə yönəlmək istəsin. Bu halda da dəyişmək təbii ki, mümkündür. Yəni, vətəndaşlarımız müraciət edə bilərlər filiallara və bu formada artıq müraciətlərini dəyişə bilərlər hər hansı başqa
başqa bir sahəyə. Bax, indi izləyicilərimizdən yazıblar, bir izləyicimiz qeyd edir ki, yəni misal üçün heç olmasa biz ora yaxınlaşanda, onda bizə yəni bu qədər uzun müddət o növbədə gözləməmək üçün, hansı ki o sahədə müraciət edənlər çoxdur və bizim orada təmin olunmağımız biraz gec olacaq da. Bizə məsləhət verilə bilərmi ki, o məsləhəti orada ala bilərikmi? Yəni məsəl üçün bu yox, amma digər sahədə daha tez nəticə əldə edə bilərsiniz. Bu mümkündürmü? Şübhəsiz mümkündür. Vətəndaşlarımız özü də birbaşa karyera məsləhətçilərimizdən bu barədə məlumat almaq üçün sorğu da verə bilər. Yəni vətəndaşlarımız karyera məsləhətçilərindən soruşa bilər ki, növbə hansı zərf üzrə daha azdırsa o zərfə müraciət etmək istəyirəm. Bu mümkündür. Əlavə olaraq vətəndaşlarımız hətta sayta daxil olaraq özü də tanış ola bilər. Bizim məlumatlarımız kifayət qədər ictimaiyyətə açıq olduğu üçün vətəndaş filiala yaxınlaşmadan öncə tanış ola bilər ki, məsələn, maldarlıq təsərrüfatında hal-hazırda 500 şəxs gözləyir, növbədədir. Qoyunçuluq təsərrüfatında 300 şəxs növbədədir. Keçid təsərrüfatında 5 şəxs növbədədir. Avtomatik olaraq vətəndaşımız özü də məlumatlı olur ki, növbəti mərhələdə keçicilik təsərrüfatına müraciət etdiyi halda daha qısa müddət ərzində əmlaklarla təmin oluna bilər. Bu halda da şübhəsiz ki, daha səmərəli bir proses qurulmuş olur. Əlavə olaraq şübhəsiz karyera məsləhətçilərimiz də onlara dəstək göstərə bilərlər. Fatimə xanım, bəzən görürsünüz ki, indi müəyyən bir ixtisas istəyirik və ya peşəyə sahiblənmək istəyirik, amma biraz o sahədə peşəkar olmuruq, yəni bacarığımız kifayət qədər olmur və yaxud da peşə xüsusən də elə bir sahədir ki, yəni orada yaxşı qazanc üçün işinin peşəkarı yaxşı o sahəni bilməlisən. Bunun üçün də müraciət edənlər kurslara yönləndirilir yəqin ki və o sonda o kurslardan sertifikatlar, imtahanlar necə götürülür? Hal-hazırda bizim peşə təhsilimiz aktiv və vətəndaşlarımızın kifayət qədər yüksək marağı olan sahələrdən biridir. Vətəndaşlarımız qeyd etdiyiniz kimi ən çox maraq göstərdiyi iki sahə var, bəlkə də məşğulluq xidmətlərindən biri peşə təhsilidir, digəri özünün məşğulluqdur və kifayət qədər çox vətəndaşımız müraciət edir və növbəti mərhələdə müəyyən bir peşəyə yiyələnir. Peşə təhsili üzrə qeyd edə biləcəyim xüsusi bir nüans var ki, bizim peşə təhsilimiz həyata keçirildikdən sonraki mərhələdə çox böyük həcmdə vətəndaşlarımız işlə təmin olunur. Yəni, doğrudan da bu peşə təhsili nəticəsində həmin peşəyə ixtisasa yiyələnmiş şəxslərimiz növbəti mərhələdə hardasa 50-60% həcmində artıq işlə təmin olunurlar dərhal peşə təhsilindən sonraki mərhələdə. Bu da artıq bizim müsbət göstəricilərimizdən biridir ki, vətəndaşlarımızın peşəyə olan marağını da daha da yüksəldir. Bax, indi izləyicilərimizdən biri də qeyd etdi ki, çox sağ olsunlar, deyir, mənim işimə uğurla baxıldı. Yəni, bizə də xoşdur. Və başqa bir izləyicimiz isə Cavid bəy deyir ki, imtahan olub, deyir, hələ ki bir xəbər yoxdur. Ola bilər ki, imtahanlar keçirilir. Mən tam olaraq sualı da yəqin bəlkə də aydın yazmayıb, amma belə yazır. Məşğulluqda bir imtahan oldu, belə bir, amma hələ ki bir xəbəri yoxdur mənə. Müraciət hansı layihə üzrədir? Özünün məşğulluqdurmu, peşə təhsildirmi? Onu dəqiqləşdirsələr daha ətraflı məlumat verə bilərəm. Ona görə də ümumiyyətlə suallarınızı yazanda həm biraz daha aydın şəkildə yazın. Hansı rayonu əhatə edirsiniz, ümumiyyətlə hansı sahə, hansı layihəyə müraciət etmişsinizsə daha dəqiq yazsanız, biz də sizin suallarınızı daha rahat cavablandıra bilərik. Ümumiyyətlə Fatimə xanım, bax bu yenidən mən avtoklaster layihəsinə qayıtmaq istəyirəm. İndi mesajlarımız olduqca onları sizə oxuyacağam. Bu avtoklaster layihəsinə hal-hazırda bir rəqəm varmı? Nə qədər insan müraciət edib? Təqribi olaraq 8-10 şəxsin layihə çərçivəsində cəlb edilməsi nəzərdə tutulur, amma ilkin mərhələdə sayı dəyişə də bilər, tərəddüd edə bilər, amma ümumi olaraq layihənin sonunda nəticə olaraq gözləntimiz bu şəkildədir. Artıq yəni prosesə başlanılıbdır, fəaliyyət göstərirlər. Prosesi başlanılıb hansı formada? Vətəndaşlarımız müəyyənləşdirilib, bizim özünün məşğulluqda bir neçə mərhələlərimiz mövcuddur. Şəxslərin monitorinqini həyata keçiririk, növbəti mərhələdə biznes təlimlərinə cəlb edirik. Biz artıq bu mərhələdəyik ki, müəyyən vətəndaşlarımız var. Sadəcə xüsusi ilə qeyd etmək istəyirəm ki, yenidən müraciətləri də qəbul edirik, yeni müraciətləri açığıq hal-hazırda. Digər mərhələdə isə artıq müraciətləri qeydə almışıq və bir neçə vətəndaşımızla da artıq iş aparılır. Fatimə xanım, bir sual da sizi ünvanlayım. Bax, ümumiyyətlə, bu bizneslərin daha sonra, yəni, belə deyək, o işin necə aparıldığı məsələsi, bu monitorinqlər aparılırmı o işin keyfiyyətini bilmək üçün? Özünün məşğulluq çərçivəsində əmlaklar 1 il müddətində vətəndaşın istifadəsinə verilir. Çox üzr istəyirəm. Bundan sonraki dövrdə 1 il ərzində əmlaklar monitorinq olunur.
deməli Fatimə xanım, çox maraqlı bir mesaj gəldi indi. İstəyirəm onu da sizdən soruşum. İzləyicimiz deyir ki, Tovuz rayonundan keçən il məşğulluğa müraciət etmişəm, həm mən, həm də yoldaşım. Və deyir, bizə heç bir kömək olmadı. Bizə deyildi ki, sizə imtina verildi, amma səbəbi də deyilmədi. Niyə? Hansı hallarda, ümumiyyətlə, birincisi vətəndaşa səbəb deyilməlidirmi ki, hansı səbəbdən sizə imtina gəldi və bir də qısaca olaraq sizdən eşitək ki, kimlər özünü məşğulluqdan yararlana bilməz? Özünü məşğul şəxs olmayanlar şəxslərə, yəni işsiz şəxslərə və pay torpağı olan iş axtaran şəxslərə istiqamətlənmiş bir proqramdır. Ola bilər ki, vətəndaşımızın məsələn vöyünə aktivləşmiş olsun və ya əmək müqaviləsi olsun. Bu hallarda biz həmin şəxslərdən imtina edirik. Vətəndaşlarımız ümumiyyətlə imtina səbəbləri ilə də ətraflı formada saytımızdan tanış ola bilərlər. Vətəndaşın imtina səbəbi son xanalarımızda, saytdakı məlumatlarda çox ətraflı qeyd olunur və bu yolla da tanış olmaq mümkündür. Ən vacib tələblərimizdən biri şəxsin məşğul şəxs olmamasıdır. Paralel olaraq ola bilər ki, vətəndaşımız hər hansı bir mərhələdə iştirakdan imtina etmiş olsun, monitorinq üçün şərait yaratmamış olsun. Biz əmlakı təqdim etməmişdən əvvəl həmin şəxslərin ünvanına monitorinq həyata keçirdirik və şəxsin peşə bacarıqlarını müəyyənləşdiririk, vətəndaşla kiçik bir sorğu aparırıq. Bu monitorinqlərə şərait yaratmamış şəxslər mümkündür, hansı ki, onlar da növbəti mərhələyə keçmə hüququna sahib olmurlar. Bundan əlavə olaraq ola bilər ki, monitorinq nəticələrinə əsasən şəxslərimiz uyğun hesab edilməmiş olsun. Bu kimi hallarda artıq ola bilər ki, kənarlaşdırılma halları baş verir. Təşəkkür edirik Fatimə xanım, çox sağ olun və bir daha qeyd edim ki, mən bizə olan müraciətləri sizin göndərəcəm sizə. Və ümid edirəm ki, son müraciətlərə baxıb bizə, izləyicilərimizə də kömək edəcəksiniz. Şübhəsiz. Təşəkkür edirik. Bir daha xatırladım ki, bugün studiyamızın qonağı özünü məşğulluq şöbəsinin müdürü Fatimə Vəlizadə bizimlə idi. Hörmətli izləyicilərimiz, belə bugünlük biz ayrılan efir saatına vaxtına gəlib çatdıq. Sizinlə sağollaşıram, amma sonda bir təşəkkürlərim var. Bugünkü saç makyaj üçün bizim qrim ustamız Kəmalə xanıma təşəkkürümü bildirirəm. Çox sağ olsun, əlləri var olsun və geyim üçün Podium Park Bayırlənizə də minnətdarlığımı bildirərək sizinlə bugünlük sağollaşım. Sabah eyni saatda, eyni məkanda evinizdə qonaq olacağıq. Allah'ın yanında.